Hamiləliyin 38-ci həftəsi və hamiləlikdə olan qaşınmalar haqqında danışacağam. Hamiləliyin 38-ci həftəsində dölümüz artıq 2 kilo 900, 3 kilo 100 qramdır və uzunluğu 49-50 santimdir. Bu tam doğuş həftələridir və bundan öncəki həftədə artıq biz doğuşmu, keysəriyyəmi qərarını verməliyik, çanağımızı dəyərləndirməliyik, dölümüzün çəkisini bilməliyik və ona görə qərarımızı dəqiqləşdirməliyik. Hamiləmiz nə zaman həkimə müraciət etməlidir? Düzənli ağrı varsa, qanlı axıntı varsa, su gəlişi varsa, dölün tərpənişlərində zəifləmə varsa, bu hallarda həkimə müraciət etməlidir və bu haqda pasiyent məlumatlandırılır. Dölün başı daha da aşağı enib, sidik hissəsinə baskı göstərir, sıx-sıx gecə sidiyə qalxırıq, yuxusuzluq olur, halsızlıq olur, hamilənin emosional durumunda dəyişikliklər baş verir. Bu həftələrdə yüngül qidalar, sıx-sıx, az-az, protein ağırlıqlı qidalanmağa məsləhət görürük. Hamiləlikdə dəridə qaşınmalar sıx görülür və bunların bir qismi tamamilə zərərsizdir, amma bəziləri ciddi bir problemin işarəti ola bilər. Fizioloji qaşınmalar bütün bədəndə, özəlliklə dartılan hissələrdə, qarın nahiyəsində, budlar nahiyəsində baş verir. Burada da biz dərini nəmləndirmək, nəmləndirici kremlardan və yaxud da yağlardan istifadə etmək, kokos yağı kimi, badam yağı kimi, bol maye içmək və gündə bir dəfədən çox duşa girməmək, dərini çox qurutmamaq məqsədi ilə, girəndə də gələvi, sərt sabunlardan və gələvi duş gellərindən uzaq durmaq. Bundan başqa allergiyaya bağlı dəri qaşıntıları ola bilər. Onda da biz yenə də bol maye istifadəsi, ilıq duş və allergiya verə biləcək qidalardan uzaq durmağı tövsiyə edirik. Bu sarı və qırmızı meyvə və tərəvəzlərdir, qozdur, baldır, çiyələkdir və bəzən pasiyent özü hansısa spesifik bir qidaya allergiyası olur, məsələn südə ya da yumurtaya və bu hamiləlikdə daha da artır. Amma bu, belə deyək, zərərli olmayan qaşınmaların yanında qaşınmanın altında ciddi bir problem də dura bilər, yəni qaraciyər funksiyasının pozulması kimi. Bu cür qaşınmalar adətən axşama artır və əl və ayaqlarda daha çox, əl içi ovucularda və ayaqlarda daha çox görünür. Bu halda mütləq qaraciyər probları yoxlanılır, öt turşuları yoxlanılır və ona uyğun müalicə yazılır və pasiyent yaxın həkim nəzarətində olur bu hal varsa.